Fevral inqilabı zamanı, Rusiyada fevral inqilabı baş verən zaman Cənubi Azərbaycan və İran hansı dövlətin qoşunlarının işğalı altındaydı? Rusiyanın işğalı altındaydı. Bu inqilab nəticəsində, Rusiyadakı fevral inqilabı nəticəsində nə baş vermişdi? Çar devrilmişdi, yəni monarxiya devrilmişdi, 2-ci Nikolay devrilmişdi. Aydındır. Bu xəbər Cənubi Azərbaycanda böyük coşqu ilə qarşılanır və insanlara, demokratik qüvvələrə bir ruh yüksəliyi gətirir. Çünki Cənubi Azərbaycan demokratik qüvvələri bu hadisəni, Rusiyadakı fevral inqilabını Tehran hakimiyyətinin zəifləməsi kimi qiymətləndirirdilər. Niyə? Nə əlaqəsi var bu Tehran hakimiyyəti ilə Rusiya inqilabının, Çarın devrilməsi? Çünki Çar Tehran hakimiyyətini dəstəkləyirdi. Çarın devrilməsi Tehran hakimiyyətinin də, Qacar dövlətinin də, Qacar şahının da zəifləməsi demək idi. Məsələ bu zəifləmənin fonunda Cənubi Azərbaycanda demokratik hərəkat gücləndi, fəallaşdı. Demək ki, 1917-ci il Cənubi Azərbaycanda demokratik qüvvələrin fəallaşmasının səbəbini soruşanda ilk cavabımız nə olmalıdır? Rusiyadakı fevral inqilabının qələbəsi. Bu fəallaşmanın əsas səbəbi idi. Təbii ki, nəinki Cənubi Azərbaycanda, bu dövrdə İranın bütün ərazilərində demokratik qüvvələrin fəallaşırlar. İrandakı demokratik qüvvələrin fəallığını, idarəsinin həyata keçirilən təşkilat İran Demokratik Partiyası idi, İDP. İran Demokratik Partiyasında hər bölgədə öz nümayəndəliyi var idi, o cümlədən Azərbaycanın cənubunda da nümayəndəliyi var idi. İran Demokratik Partiyasının Cənubi Azərbaycandakı nümayəndəliyi adlanırdı Əyalət Komitəsi. İDP-nin Əyalət Komitəsi. Rəhbəri də Şeyx Məhəmməd Xiyabani. Demək, İranda baş verən bütün demokratik hərəkata istiqamət verən təşkilat hansı olub? İran Demokratik Partiyası. İran Demokratik Partiyasının Cənubi Azərbaycandakı filialı, şöbəsi necə adlanıb? Əyalət Komitəsi. Bu komitənin də rəhbəri kimdir? Şeyx Məhəmməd Xiyabani. 1917-ci ilin aprel ayında Şeyx Məhəmməd Xiyabani Təcəddüd qəzetini nəşr etdirir. Şeyx Məhəmməd Xiyabani deyərkən, yəni Əyalət Komitəsi. Azərbaycan Əyalət Komitəsi Təcəddüd qəzetini nəşr etdirir. Qəzet fars dilində nəşr olunur və Əyalət Komitəsinin əsas mətbuat orqanına çevrilir. 17 aprel ayı. 4 ay sonra, avqust ayında, 1917-ci avqustunda İran Demokratik Partiyasının Cənubi Azərbaycanda olan Əyalət Komitəsi Şeyx Məhəmməd Xiyabani rəhbərliyi ilə konferans keçirirlər. Konferans açılır. Həmin konferansda, Əyalət Komitəsinin konferansında əsas qəbul edilən qərar budur. Konferansda Azərbaycan Demokratik Partiyasının yaradılması haqqında qərar qəbul edilir. Və ADP adı. Əvvəllər, demək bu hadisəyə qədər Cənubi Azərbaycanlılar Əyalət Komitəsi tərkibində fəaliyyət göstərirdilər. Artıq 17-ci ilin avqust ayında öz partiyalarını yaratdılar. Azərbaycan Demokratik Partiyası, ADP və yaxud da ADF, Azərbaycan Demokratik Firqəsi. Yəni rəhbər də kim olacaq? Şeyx Məhəmməd Xiyabani. Həmçinin həmin konferansda yeni yaradılmış Azərbaycan Demokratik Partiyasının mərkəzi komitəsi də seçilir. Rəhbər də Şeyx Məhəmməd Xiyabani. 17-ci avqustunda yaradılmış Azərbaycan Demokratik Partiyasının tərkibində bir sıra komissiyalar fəaliyyət göstərir. Həmin komissiyada burada verilir. Ərzaq komissiyası. Ehtiyacı olanlara un taxıl məhsulları alırdı, pişirilir, ehtiyacı olanlar ucuz qiymətə satırdı. İnsanlara ərzaqla təmin edirdi. 2. Məhəllə komissiyası ağsaqqallardan ibarət edir. Məhəllədə ehtiyacı olanları müəyyənləşdirirdi. Bu komissiya Ərzaq komissiyasına yardım edir. O cümlə var burada, Ərzaq komissiyasına yardım edirdi. 2-1-ə yardım edib. Ərzaq komissiyası, məhəllə komissiyası Ərzaq komissiyasına yardım edib. Yoxsullar evi. Yoxsul, kimsəsiz qoca adamların yerləşdirilməsi üçün tədbirlər görülür. Qocalar evi də, indiki qocalar evi. 4. Yardım, iyanə komissiyası. Varlılardan kasıblar üçün pul, iyanə toplayırdı və ehtiyacı olanlara paylayırdı. Bu ADP-nin tərkibində fəaliyyət göstərən komissiyalardır. Sual çıxır meydana. Azərbaycan Demokratik Partiyasının demokratik mübarizəsində əsas tələbləri nə idi bəs? Bu tələbləri biz bilməliyik.
ADP-nin mübarizəsində, 17-ci il ADP-nin mübarizəsi yeni mərhələyə qədəm qoyub. Bu mübarizədə ADP-nin 2 dənə əsas tələbi var idi. 1. İran xaricilərdən təmizlənsin, xarici ağalığına son qoyulsun, yəni ingilislərin, ən çox da ingilislərin. Əvvəl rusların, sonra ingilislərin, hələ ki ruslardır. 2. Cənubi Azərbaycana muxtariyyət verirsin. Bu 2 dənə tələb 17-ci ilin əsas tələbləri idi. Azərbaycan Demokratik Partiyasının əsas tələbləri bunlar idi. Cənubi Azərbaycanda başlayan çıxışlar 17-ci ildə yeni bir dənə faza, yeni bir dənə mərhələyə qədəm qoyur və bu 2 dənə tələb əsas irəli sürülür və bu çıxışlar Təbrizdən başqa ərazilərdə yayılır. Yavaş-yavaş mitinqlərin sayı çoxalır, mitinqlər artır. Mitinqlərdə də əsasən bu tələblər, 17-ci ildə bu tələblər irəli sürülürdü. Bu dediyim 2 dənə əsas məqsədi qoyuram qırağa. Azərbaycan Demokratik Partiyasının 2 dənə məqsədini biz bildik. Azərbaycana muxtariyyət verilsin, bir də ki, xaricilərin asılığından İran çıxsın. Bunu qoyduq qırağa. 17-ci ildə ADP-nin təşkil etdiyi mitinqlərdə insanların əsas tələbi vüsüqü dövlə hökumətinin istefa verməsi idi. Məhz bu çıxışlar mitinqlərin nəticəsində 17-ci ildə baş nazir vüsüqü dövlə istefa verməyə məcbur oldu. Yəqin ki, adın öz dərsinizi, kitabınızı görəcəksiniz, vəsaitinizi görəcəksiniz. Aydındır, başa düşürüz? Hə, dərsin əvvəldə dediyim kimi uşaqlar, 1917-ci ildə demək, İran hansı dövlətin işğalı altındaydı? Rusiyanın işğalı altındaydı. Amma Rusiya 1917-ci il fevral inqilabı olur, keçmişik. Həmin inqilabdan sonra artıq hakimiyyətə devriləndən sonra müvəqqəti hökumət baş gəlir. Müvəqqəti hökumətin də devirən kimdir? Bolşeviklərdir. Oktyabr çevrilişi ilə bolşeviklər hakimiyyətə gəlirlər, Sovet hakimiyyətə gəlirlər. Və axırda xatırlatma verirəm sizə. Bolşeviklər hakimiyyətə keçiləndən sonra Rusiyanı müharibədən çıxartmaq üçün başladı tədbirlər görməyə. Və yavaş-yavaş Rusiya artıq müharibədən çıxmağa hazırlaşırdı. Rusiyada nə vaxt müharibədən çıxıb biz bilirik. Brest-Litovsk müqaviləsi ilə 1918 martın 3-ündə. Qafqazla bağlı şərt də var idi, Qarsardan baxın. Biz bunu keçmişik, bilirik. Hə, Rusiya məğlub olandan sonra və Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Rusiya artıq yavaş-yavaş müharibədən geri çəkilməyə başlayır. Həmçinin Cənubi Azərbaycanın da geri çəkilməyə başlayır. 1918-ci ilin görüm orada göstərəcəm sizə bunu. 1918-ci ilin əvvəllərində Rus qoşunları Cənubi Azərbaycanı tərk edirlər. Rusların Cənubi Azərbaycanı tərk eləməsindən sonra Cənubi Azərbaycana 18-ci ilin əvvəllərində İngilis qoşunlarının daxil olması haqqında qərar verilir. Və General Denstervilin başçılığı ilə Cənubi Azərbaycana ingilislər gəlib çıxırlar. Həmin Denstervil ki, AXC ilə gəlmişdi. Sentrokratski diktaturasına yardım eləmək. Ermənilərin dəvət idi, 1000 nəfərlə. Yadınızda keçmiş. Və artıq Qacarlar dövləti İngiltərin təsirinə yavaş-yavaş məruz qalmağa başlayır. Və nəhayət, son hadisəni deyirəm sizə. 1919-cu ilin avqust ayında Qacarlarla ingilislər arasında, baxın burada həmin cümlələr var. 18 yanvarında İngilis qoşunları General Denstervil komandanlığına Cənubi Azərbaycana gəldilər. Hansı qoşunun çıxması ilə? Rus qoşunlarının çıxarılması ilə. Qacarlar arasının çıxması ilə. Həmçinin 18-ci ildə Osmanlı da 1-ci Dünya müharibəsində məğlub olduğu üçün Cənubi Azərbaycanı tərk elədi. O da çəkdi Cənubi Azərbaycanın qoşunları. Çünki olar, Ruslar çıxandan sonra İngilislər gələnə qədər Osmanlı qoşunu da Cənubi Azərbaycana daxil olmuşdu. Ruslar çıxdı, İngilislər gəldi, Denstervil, düzdür. Ondan sonra Osmanlı da dünya müharibəsinə məğlub oldu. Noyabr 4-də Azərbaycana getmişdi ya, Kudros Paşa. Həmçinin Cənubi Azərbaycandan çıxdı. Qaldı burada bir də İngilislər. Və İngilislər Qacarlara təsiri gücləndirməyə başlayırlar. 1919-cu ilin avqust ayında Qacarlarla İngilislər arasında müqavilə imzalanır. İngilislərin hakimiyyəti ilə müqaviləsi olur. Həmin müqavilə Qacar dövlətini İngiltərin müstəmləkəsinə çevirir. Təsir altına salır. İngilislər artıq sırf Qacarlara təsir eləməyə başlayırlar. Bu hadisə İranda olan bütün demokratik qüvvələrin etirazına səbəb olur, haqlı olaraq. Həmçində Azərbaycan demokratik qüvvələrinin də etirazına səbəb olur. ADP də buna etiraz edir. Kim idi rəhbərə? Xiyaban. Onlar deyir, əsas məqsədlərdən biri daxil bu idi, xaricilər avalıq eləməsin İranda. İngiltərin Qacarların İngiltərin təsirinə düşməsi bütün İran demokratik qüvvələrin etirazına səbəb olur. Və bu etiraz edənlərdən biri də Xiyabani idi. Aydındır, bura qədər olan məsələlər davam edir. 1920-ci ilin
aprel ayının əvvəlində demək, aprelin əvvəllərində, aprelin ilk günlərində ATP-nin üzvlərinin bir hissəsi İngilis Qacar müqaviləsinə etiraz elədiyi üçün həbs olunurlar. Aprelin ilk günlərində İngilis Qacar müqaviləsinə etiraz edən ATP üzvlərinin həbs olunması Cənubi Azərbaycanda Xiyabaninin başçılığı ilə silahlı üsyanın başlanmasına səbəb olur. Demək, baxın, biz məşrutiyyə inqilabında belə bir də ifadə işlənirdik ki, inqilab iki hissəyə bölünür. Dinc mübarizə dövrü, bir də silahlı üsyan. Bu da belədir ya. 20-ci ilin aprelin ilk günlərə qədər olan dövr dinc mübarizə dövrüydü. Miting falan, silah yox idi, qırğın yox idi. Amma artıq Xiyabaninin azadlıq müharibəsində, daha doğrusu demokratik mübarizəsində silahlı üsyanın başlanmasına vaxt oldu 20-ci ilin aprel ayının ilk günləri. Nə üçün başladı bu üsyan? ADP-nin üzvləri həbs olunduğu üçün. Silahlı üsyan başlayır. Aprel ayının 7-sində, aprelin 7-sində Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə silahlı üsyanı idarə etmək üçün ictimai idarə təşkil olunur və Azərbaycanın cənubuna Azadistan adı verilir. Və artıq bunlar əməlli olaraq üsyanın idarəsinə öz idarəsi üçün tədbirlər görməyə başlayırlar. Aydın da silahlı üsyan başladı. Başa düşdünüzmü? Yadda qalarmı? Artıq silahlı üsyan başlayıb. Silahlı üsyandakı başlayandan sonra yenə əsas iki dənə tərəf var idi. Bir, Azərbaycana muxtariyyət verilsin. İki, xaricilərin təsirindən Qacarlar da çıxsın və Qacarlar demokratik dövlətə çevrilsin. Buradan daxilində muxtariyyət. Hə, Azərbaycanda Qacarların daxilində muxtariyyət alsın. Silahlı üsyanın əsas tələbləri bunlar idi. Xiyabanın əsas tələbləri bunlar idi. Şolar, Xiyabanın silahlı üsyanı başlayan zaman, demək, üsyan başlayan kimi Cənubi Azərbaycanda olan bütün şah məmurlarının hamısı Cənubi Azərbaycandan qovulurlar. Həmçinin həmin vaxt vali olan eyni dövlət də buradan qovulub çıxarılır. Milli hökumət yaranana qədər artıq qorxub qaçır, ondan sonra milli hökumət qurulur. Danışacağım onu sizə. Belə bir dənə məsələ deyim sizə. Şeyx Məhəmməd Xiyabani silahlı üsyan zamanı bir çox insanlardan yardım təklifi alıb. Amma yardım təkliflərini qəbul eləməyib. Məsələn, biri Şadlinski'dir, Vasili bəy Şadlinski. Qəbul eləməyib yardım təklifini. Biri Türkiyə Azadlıq müharibəsinin qəhrəmanı Mustafa Kemal Atatürk'dür. Yolunda təklifini qəbul eləmir. Biri də həmin dövrdə Gilan şəhərində, Cənubi Azərbaycanda yaranmış Gilan Sovet Respublikası idi. Həmin dövrdə Gilan Sovet Respublikasını güya ki Denikinin qoşunlarını təqib edən bolşeviklər gəlib Gilana daxil olmuşlar, orada Sovet Respublikası qurmuşlar. Əslində Gilan Sovet Respublikasının yaranması Şeyx Məhəmmədin Xiyabaninin mübarizəsində üstünlüyünü təmin etmək üçün yaxşı fürsət idi. Çünki bildi ki, Tehranın başı qarışıb bura, bu da rahat öz mübarizəsini aparacaqdır. Amma onların yardım təklifini qəbul eləmir yəni. Özü mübarizə aparacağını vəd eləmişdi və bildirmişdi. Şeyx Məhəmməd Xiyabani. Aydındırmı? Hə, Şeyx Məhəmməd Xiyabaninin azadlıq müharibəsinin ən önəmli demək, demokratik mübarizəsinin ən önəmli hadisəsi 20-ci ilin iyun 23-də Milli Hökumətin qurulması oldu. ADF, yəni Azərbaycan Demokratik Firqəsi partiyası 23 iyun 1920-ci ildə Milli Hökumət qurdu. Milli Hökumət qurulan kimi Vali Eynid Dövlə qaçdı Təbrizdən. Təbrizə tərk etməyə məcbur qaldı, qaçdı. Bütün öz məmurları ilə Cənubi Azərbaycanı tərk etdi. Bax, bunu deyirəm sizə. Vali öz məmurları ilə Cənubi Azərbaycanı tərk etdi. Bütün hakimiyyət keçdi Cənubi Azərbaycanda Milli Hökumətə. Aydındır mı? Milli Hökumətin mərkəzi oldu Alaqapı binası. Əvvəllər valinin oturduğu bina. 23 iyun. Milli hökumətin əsas dayağı oldu Təbriz şəhəri. Və zaman bir müddət ərzində, bir neçə gündən sonra bütün Cənubi Azərbaycandan milli hökumət öz hakimiyyətini yaymağı bacardı. Milli hökumət yaranan kimi ilk öncə başlayır demək, tədbirlər görməyə. Birinci olaraq könüllərdən ibarət milli qvardiya qurur. Qvardiya, sayda orada var, neçə minlikdə baxacaqsınız. İkinci, polis və jandarm dəstələri yaradır. Hə, bunu da deyim sizə. Milli hökumətin əsas dayağı elə polis və jandarm dəstələri hesab edilirdi. Başqa tədbirlər də görür. Milli hökumət, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə sahələrində islahatlar həyata keçirmişdir. Baxın, bir sayacağıq indi. Milli müdafiə qüvvələrinin təşkil üçün layihə hazırlanıb, milli qvardiya yaradılıb, zaten bunu demişdim sizə. Polis və jandarm dəstələri qurulub.
Həmin dəstələr milli hökumətin əsas dayağı idi. Təbrizdə xalça fabrikinin tikintisinə başlanılıb. Onlar deyəcəm sizə. Bundan başqa, torpaqların kəndlər arasında paylanması haqqında qərar verilib, pulsuz məktəblər açılıb, ən əsasda pulsuz qız məktəbinin əsası qoyulub Cənubi Azərbaycanda. Bir sıra sahələrdə nazirliklər açıb milli hökumət. Bu milli hökumətin gördüyü tədbirlərdir. Təzədən sayaq gördüyü tədbirləri, milli qvardiyanın yaradılması, polis jandarm dəstələrinin yaradılması, bir sıra nazirliklərin təşkil edilməsi, torpaqların paylanması haqqında qərarın verilməsi, Təbrizdə xalça fabrikinin tikintisinə başlanılması, pulsuz məktəblərin açılması, həmçinin pulsuz qız məktəblərin açılması, bunlar milli hökumətin gördüyü tədbirlərdir. Bir də var, siz bunu bilməlisiniz. Milli hökumətin planlaşdırdığı və görə bilmədiyi tədbirlər. Planlaşdırıb görə bilmədiyi tədbirlər nələr idi? Məsələn, Təbrizdə demək, şəkər zavodu, toxuculuq və dəri fabriklərinin yaradılmasını planlaşdırmışdı, amma eləməmişdi. Kənd Təsərrüfatı Bankının, Milli Bankın açılması, pul islahatının keçirilməsini planlaşdırmışdı, eləyə bilməmişdi. Şəhər əncümənlərinin seçkilə keçirilməsi planlaşdırılmışdı, amma edilə bilməmişdi. Aydındır, siz milli hökumətin gördüyü tədbirlərlə planlaşdırıb görə bilmədiyi tədbirləri fərqləndirməyə bacarmalısınız. Aydındır mı? Həmin dövrdə İranda öz təsirini yavaş-yavaş gücləndirən İngiltərəyə sərf eləmirdi Azərbaycanın cənubunda olan milli hökumət. Çünki o onun işlərinə, İngiltərə işlərinə əngəl idi Şeyx Məhəmməd Xiyaban. Ona görə də Şah hökumətinə İngiltərə dəstək verirdi. Necə ki, məşrutə inqilabında İngiltərə və Rusiyanın dəstəyi ilə Səttarxanın inqilabı yatırıldı, burada da İngiltərin dəstəyi var idi İran şahına, Qacar şahına. Və Qacar şahı yeni baş nazir təyin edir, Müşrid dövlə adlanan bir şəxsi. Müşrid dövlə hökuməti təşkil edilir. Baxın bura, Müşrid dövlə, baş nazir təyin olunur. Bu adam Cənubi Azərbaycana danışıqlar üçün bir dənə vali göndərir. Hidayət Müxbiri Səltənə adlanan bir şəxsi göndərir. Müşrid dövlə baş nazirdir, Cənubi Azərbaycana vali göndərir. Və Hidayət Müxbiri Səltənə gəlir, baş nazir Müşrid dövlənin məktubunu təqdim edir Xiyabaniyə və Xiyabani ilə danışıqlara başlayır. Danışıqlar apara gizlicə işlər görməyə başlayır Hidayət Müxbiri Səltənə. Gizli gördüyü işlər nə idi? Bax, Maravada tərkisi alınmamış Kazak dəstələrinə əlaqə saxlayır. Polis jandarm dəstələrinin komandanı Mir Hüseyn Haşiminin çəkir öz tərəfinə. Bu onun gizli işləridir. Və görülən bu gizli işlər nəticəsində Şeyx Məhəmməd Xiyabanının gözləmədiyi bir vaxtda 20-ci ilin sentyabr ayında 12-sində Təbrizə qoşun geridilir və Şeyx Məhəmməd Xiyabanından təslim olmaq tələbi ilə sürür, amma təslim olmur Xiyabani, son damla qanına qədər vuruşacağını bildirir. Sentyabr ayının 14-də Xiyabani və onun milli qüvvələri məğlub olurlar və şəhid olurlar, qəhrəmancasına həlak olurlar və bununla da Cənubi Azərbaycan milli hökuməti 14 sentyabrda süqut olur. Hə, məğlub oldu bu hərəkat, amma nəticəsi qalmadı. Nəticəsi bu oldu ki, İran baş naziri Müşrid dövlə İngiltərə ilə şah da həmçinin təbii İran şahı da İngiltərənin 19 avqustunda imzalanmış müqaviləni təxirə saldı. 21-ci ildə isə həmin müqaviləni ləğv elədi. Bu da inqilabın təsiri, müsbət təsiri oldu İran tarixində. Aydındır, mövzu izahı bu qədər. İnşallah ki, bu izahdan sonra dərsi rahat öyrənə bilərsiniz.